Aşıq Zülfiyə İbadova rəngarəng verilişində qonaq olub. Aşıq ailələrin dağılmasında daha çox qız tərəfinin günahkar olduğunu vurğulayıb. Boşanma bunu istəyən qızın valideynlərinin məsələyə adi baxmasından irəli gəlir. Bizim nəsildə də boşananlar var. Razılaşmıram. Baxmayaraq ki, qız tərəfinin qohumuyam, oğlan tərəfini tuturam. Çünki mən bilirəm ki, günah qız tərəfindədir. Mən öz ailəmdən nümunə göstərirəm. Ata qızına bir kəlmə desə ki, sənin yerin ərinin yanıdır, onda qız ailəsinə sahib çıxar. Yox, ailə desə ki, istəmir, getmir, qızım özü bilər, onda ailə dağılır. Elə şeylər var ki, efirdə danışmaq istəmirəm. Mən qızın ailəsindənəmsə, oğlan girin tərəfindən danışıram. Çünki oğlan tərəfi yerdən göyə qədər haqlıdır, amma qız tərəfi yox, qəbul etmirəm. Mənim ailəmimdə belə şey var. Elə ailəni silərəm, qarşı tərəflə münasibətimi qoruyaram deyə Zülfiyə İbadova bildirib. Qaynanam Evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir. Bu sözləri müğənni Sevda Yahyayeva İlgizlə İzlə proqramında deyib. O, yeni ailə quran cütlüklərin ayrı yaşamasını tövsiyə edib. Qaynanam bir böyük kimi heç nəyə qarışmır. Çox sevinirəm ki, belə bir ailəm var. Çox aristokrat, mədəni, məni çox sevir. Həmçinin mən də onu. Bir həftə birlikdə yaşamışıq. Bizə qonaq gəlmişdi. İndi əksər cütlüklər ayrı yaşayırlar. Ayrı yaşamaq çox gözəldir. Çünki onda hörmət, izzət daha çox olur. Qeyd edək ki, Sevda həkim genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla və Ayda adında 2 qız övladı var.